Unboxing day. Trendyoldan başlayaq. Belə bir don. Bu nə boydadır? Belə bir kofta. Qəşəng görünür. Həzm enzimi. Qəşəng görünür. Günlük sadə bir koftadır. Bilirəm, heç təhlükəli açmıram. Belə bir dondu. Rəngi düşər amma mənə. Keçirik Temuya. Belə bir şort. Bu da koftası. Bu şort. Bu da koftası. Belə bir qəşəng korset. Bu da qəşəng bir dondu. Amma deyəsən uzundur. Heç olmaz, biraz kəsə bilərəm. Belə bağlanır. Tərzdə bir şey. Bu da mini, sadə bir top. Heç qəşəng deyil. Şəkildə belə deyildi. Çoxlu var. Zər tökülməlidir, amma bədən üçün. Bu da uzundur. Kəstirməliyəm. Belə bağlanır. Belə bir şey. Üstündə balaca belə zərlər var. Bu saç dəsmalıdır. Baxın. Burada da rezini var. Bu neçə razmerdir? Böyle bu tərzdə bir don. Yenə bir uzun don. Güya mən unboxing eləyirdim ki, stres atım, daha çox stres oluram. Həqiqətən də bəziləri çox qəşəng gəlib, amma bəzilərinin heç şəkildəki ilə əlaqəsi yoxdur. Sizə də belə olur?